Salam uşaqlar, hər vaxtınız xeyir. Biz bugün Kaspi Təhsil Şirkətinin deməli 4-cü qruplar üçün tərtib etdiyi Kaspi mövzusuna imtahanının 5-ci deməli imtahanının sualların izahına baxacağıq. Deməli 31-ci sualdan başladıq. Deməli 31-ci sualda nə deyir bizə? Deməli divinil vermişdi. Bromli reaksiyası T kiçikdir 0 dərəcənin altında baş verir. Yəni burada dərəcə 0 dərəcədən kiçik olmalıdır da. Şərt budur. Y maddəsi almışdır. Sonra Y maddəsinin kalium hidroksisbitə məhlulu ilə qarşılıqlı təsir reaksiyasına Z maddəsi almış. Z maddəsi üçün doğru fikirləri müəyyən edin. Birinci deməli qısa alınan Y maddəsinin formulunu yazsaq, divinilin bromla reaksiyası şərtə görə T kiçik 0 dərəcənin altında baş verirsə, burada birinci və ikinci karbon atomunda olan pi rabitə qırılacaq. Yəni burada bromun karbon atomuna birləşməsi 1-2 vəziyyətində olacaq. Yəni alınan maddəmiz, baxaq yazaq. Yəni burada alınan Y maddəsinin formulunu yazırıq. Karbon H2, karbon H2 deməli brom, karbon H2 qat rabitə, karbon H2. Bu maddənin üzərinə də yəni alınan bu Y maddəsinin üzərinə yazaq. Yəni Y maddəmiz budur. Bunun üzərinə də kalium OH-ın spirtdə məhlul ilə təsir etdikdə alınan maddəmizi deməli yazsaq, burada kalium H deməli orada kalium bromidi alınacaq. Yəni birinci maddəmizi yazaq. Əsas məhsulu. İki qat rabitə, karbon H2 üzərinəcə kalium bromid 2 mol. Mütləq orada 2 kalium H götürülməlidir. Üzərinə gəl deməli 2 mol su. Yəni alınan maddə, burada Z maddəmiz vinil asetlin. İndi suallara cavab verir. Z maddəsi üçün doğru fikri müəyyən. Vinil asetlindir, yəni düzgün fikir götürə bilərik. Qoya. Hidrogen xlor reaksiyasına xlorpiren alınır. Baxaq bu maddənin üzərinə gəl. Buradan 2 üzərinə gəl. H xlor deməli alınır xlorpiren. Karbon H2 2 qat rabitə, karbon H xlor deməli 2 qat rabitə, karbon H2. Deməli alınan maddəmiz xlorpiren. Hidrogen xlor ilə reaksiyasına xlorpiren alınır. Düzgün fikirdə bütün karbon atomları eyni hibrid halandadır. Z maddəsinə söhbət gedirsə, xeyr. Baxın, burada həm sp var. Hibrid vəziyyətində sp. Yəni hibrid vəziyyəti sp halında olan 2 karbon atomu var. 2 karbon atomu da sp2 hibrid vəziyyətindədir. Yəni orada axırıncı 3 şərti yanlışdır. Deməli doğru 1-2 C variantı. 32-ci suala baxaq. 32-ci sualda bizə nə deyir burada? Uşaqlar baxın, burada bizə 2 maddə verilmişdir. Deyir ki, elə 2 duz götürməli ki, hidroliz əməyi ilə yaranan aralıq məhsulu əsası duz olsun. Deməli həm də 2 mərhələli olsun da. Deməli onun hidroliz mərhələ sayı 2 mərhələdən olsun. Biz bilirik ki, belə deyək, 2 qüvvətli burada əsasdan, zəif turşudan əmələ gələn duzların belə aralıq məhsulu həmişə turş duzu olur. Yəni belə deyək də, Y-ni götürə bilərik. Çünki orada mütləq bir də deyirəm, qüvvətli əsasdan əmələ gəlməlidir. Turşusu da mütləq orada 2 əsaslı olmalıdır. Yəni 2 mərhələli kalium sulfid hidroliz eləyir. Turş duz aralıq məhsul kimi turşusu əmələ gələ bilər. Bir də 3-ü götürə bilərik ki, zəif əsasdan qüvvətli turşudan əmələ gələn deməli duzlar hidroliz zamanı aralıq məhsulu kimi əsaslı duz verə bilər. Amma bir şərtindən ki, orada metal ekvivalentli olsun, yəni OH çox olsun, turşu tərəfdə qüvvətli olsun. Digər variantlar uyğun getmir. Çünki kalium karbonatı da orada X əgər götürsək, onun belə aralıq məhsulu həmişə turş duzu olur. Yəni uyğun getmir. Burada da 4 dənə amonium deməli
bir turşulu əsasdır, bir də qüvvətli turşudur. Bir haşı var da, onu da yenə aralıq məhsul kimi heç vaxt nə turşu, nə əsas düz əmələ gətirə bilmir. Ona görə burada cavab 2-3-dür. Deməli 33-cü suala baxaq. Reaksiya yazacağıq. İndi reaksiyalarda nə deyir? Burada demək alkanları monohalogenlə türmələrlə kalium H spirtlə təlis etdi. X maddəmizi yazaq elə məhsul kimi. Deməli burada X maddəmizi deməli alınır. X maddəmiz deməli alkanların bir də deyim dihalogenli tərəmələ kalium H spirtlə məhlula təsir etdikcə mütləq alkin alınır. Deməli karbon H qat rabitə karbon H 2 kalium H götürdükləri üçün 2 mol kalium xlorid üzərinəcə 2 mol su. Sonra Y maddəmiz yenə alkanların dihalogenli törəməsi olduğu üçün Y maddəmizin də ümumi formulunu orada qeyd etsək, karbon H3 deməli karbon 2 qat rabitə karbon H üzərinəcə 2 mol kalium xlorid üzərinəcə 2 mol burada su alınır. Yenə burada 3-cü reaksiyada Z maddəmiz olacaq alkin. Çünki alkanları monohalogenli türmələrinə kalium H spirtlə məhlula təsir etdikdə mütləq alkinə keçir. Deməli orada Z maddəmiz alınır karbon H2 2 qat rabitə karbon H3 üzərinəcə kalium xlorid üzərinəcə su. İndi suallara cavab verir. X, Y, Z maddələrin hansı gümüş biroksid amoniakda məhlul reaksiyaya daxil olar? Burada daxil olan X-i götürə bilərik. Niyə X-i burada? Çünki burada birinci karbon atomundan sonra 3 qat rabitəsi deməli olan belə alkinlər mütləq gümüş cüzgü reaksiyasına daxil olurlar. Amma burada 3 qat rabitəsi ikinci karbon atomunda olduğu üçün ikinci karbon atomundan sonra yaranırsa heç vaxt belə alkinlər gümüş cüzgü reaksiyasına daxil olunurlar. Yəni biz bunu götürə bilmirik. Z maddəsi də alkin olduğu üçün 2 qat 3 qat rabitə görmədiyimiz üçün bunlar gümüş cüzgü reaksiyasına daxil olunurlar. Ona görə burada yalnız cavab X-dir. Burada yalnız X deməli hansıdır? C variantı. 34-də baxaq. Bütün karbon atomları sp3 hibrit halında olan karbon 3H6 maddəsi üçün doğru fikirləri müəyyən edin. Bütün karbon atomları sp3 hibrit halında karbon 3H6 birləşməsi uşaqlar bu siklopropandır da biz bilirik ki bütün karbon atomları sp3-də. Biz burada alkin bunu heç vaxt götürə bilmərik. Niyə? Biz bilirik ki belə deyəcək propen də karbon 3H6-dır, amma burada sp2 var. Biz bilirik ki, baxın, sp2-dir. 2 dənə sp2 hibrit vəziyyətində olan karbon atomu var. Ona görə biz heç vaxt alkin orada götürə bilmərik. İndi baxaq, deyirik, bu birinci fikir nədir? Doğru fikirləri müəyyən edin. Hidrogen xlorid reaksiyasında bir xlor propan alınır. Baxaq, görək, reaksiyada alınırmı? Karbon H2 üzərinəcə hidrogen xlorid alınır karbon H3, karbon H2, karbon H2, xlor. Deməli, birləşməni də oxusaq. 1 xlor, 2, 3. 1 xlor propan alınır. Düzgün fikirdir, götürə bilərik. Hidrogen xlor reaksiya 2 xlor propan alınır. Xeyr, səhvdir. Molekulda 8 sigma var. Biz bilirik ki, bunların baxın ümumi formullarını yazanda siklik birləşmələrdə, yəni sikli alkanlarda bir də aromatik karbohidrogenlərin indekslərin cəmi götürürük də. Böyle bir 3-dən orada 6-nı toplasaq, bunun 9 sigması var. Ona görə bu 8 sigma deyirsən, yanlış fikirdir. Bizdə doğru fikirləri istədiyi üçün yalnız biri götürürük. Onda D variantı. Bir düzgün idi. Sonra 35-ə baxaq.
Kalsiyumun X birləşməsi verilmişdi. Burada formuldan görünür ki, kalsiyum deməli özünə 2x birləşdirmişdi. X də özünə 3 kalsiyum atomu. Demək X-in burada oksidaşma dərəcəsi -3-dür. Belə də bir şərt verir ki, alınan qaz bir reaksiya nəticəsi alınır. Karbamid istehsalında istifadə olunursa, X atom haqqında hansı fikirlər doğrudur? Karbamid istehsalında istifadə olunan qaz biz bilirik ki, NH3-də uşaqlar bunu dəfələrlə yazmışıq. Alınır karbamid. Üzərinəcə su. Deməli, orada kalsiyum deməli yazsaq ki, kalsiyum X2, deməli bu azotdur burada. Yəni X1 deməli atomu azot atomu ilə əvəz etsək, onda alınır kalsiyum 3 N2. Bunun da su ilə reaksiyasına T temperatur, yəni şəraitində kalsiyum OH hidroksid üzərinəcə NH3. İndi burada X atom haqqında hansı fikirlər doğrudur? Yəni burada azot haqqında suallara cavab verəcək də, yəni burada NH3-ün yox. Maksimum valentliyi 5-dir. Xeyr, azotun maksimum valentliyi fosfordan fərqli olaraq onun valentliyi 4-dür. Çünki orada belə deyək, 2D yarım səviyyəsi olmadığı üçün onun valent elektronları həm P3, 2P3-dür, həm də 2S2 sayılır. S2 də orada belə deyək də, elektron həmişə donor rolunda çox vaxt olur. Ona görə bunun maksimum valentlik 5 göstərə bilmir də. Biz onun N2O5 nitrat turşusunda həmişə deyirik, azot 5 oksid. Həmişə onun oksidləşmə dərəcəsinin adını çəkirik, valentliyin adını xeyr çəkmirik. Suda pis həll olan 2 atomlu qaz əmələ gətirir. Çünki NO deyilən azot monoksid belə bir qazı var da, suda pis həll olur. Yəni su ilə reaksiyası yoxdur. Bu düzgün fikirdir. XO2 tipli baş oksid əmələ gətirir. Xeyr. Çünki azotun belə deyək də N2O5 baş oksidi daha ümumi formu kimi göstərsə X2O5 şəklindədir. Ona qrupuna uyğun olaraq da, yaxud da R2O5 fərq etmir, necə yazırsınız yazın. Yəni bu fikir də səhvdir. Bunun baş oksidi R2O5 yaxud da X2O5 şəklindədir. İndi bizdə hansı fikirləri, doğru fikirləri soruşur. Doğru fikirləri yalnız 2 oldu da, onda D variantı. Suda pis həll olan 2 atomlu qaz əmələ gətirir. Sonra 36-cı suala baxaq. 36-cı suallar uşaqlar, baxın burada üzərində işləyək gəlib. Birinci sink oksid, alüminium oksid 425 dərəcə gördüksə, biz həmişə deyirəm ki, Lebedov reaksiyasını xatırlayın. Yəni burada alınır divinil. Divinili də baxın yazsaq uşaqlar, karbonH2, karbonH2, həm də su alınır. Digər məhsulumuz həm sudur, həm də hidrogendir. İndi deməli burada asetileni 2 mol götürəndə həmişə alınır vinil asetileni. Yəni bunu qısa da yazsaq karbon 4 H4 şəklində də göstərə bilərik. Yəni bu vinil asetilendir. Biz bildik ki, vinil asetileni yazanda biz bunu dəfələrlə bunu demişik də, 3 qat rabitə karbon, karbonH, karbonH2, yəni bunun ümumi formulu karbon 4 H4-dür. Sonra baxaq, biz bilirik ki, T kiçikdir 140 dərəcənin altında bir atomlu spirtlər parçalanda burada həmişə sadə efir alınır. Yəni belə bir birləşmə alınır. Karbon 2, H5, oksigen, karbon 2, H5. Yəni burada mütləq 2 mol götürülməlidir başda. Bir atomlu spirtlərin bir də deyirəm T 140 dərəcənin altında parçalanmasından həmişə sadə efirləri alınır. Hansı reaksiyadan alınan maddə sintetik kauçukun monomeridir. Əlbəttə ki, divinildir. Çünki vinil asetilen deyil, götürə bilmərik. Yəni 2 də olmaz. Sadə efirində kauçukla nə əlaqəsi? Sonra baxaq, demək yalnız bir A variantı. 37-ci suala baxaq.
37-ci sualda bizə ion verilmişdi. Prosesi AB ilə işarə ediblər. Proses nəsə elektron sayı artırsa, uşaqlar bu elektron qəbul edəndə biz bilirik ki, X hissəcik orada mənfi yüklənir. Elektron, baxın, orada elektron sayı artır. Yəni elektron qəbul edir, mənfi yüklənir. Elektron verində həmişə burası elektron sayı azalırsa, bu müsbət yüklənir də. Bu yəni orada YM müsbət, belə Y-in üstündə müsbət hissə, daha doğrusu müsbət hissəcikdir, X mənfi hissəcik sayılır. N-im də orada o ionun yükünü göstərir. 2, 3, neçə elektron verir, bizə alıbsa biz üzərinə qeyd edirik də. A reduksiya prosesidir. Deməli, reaksiya elektron sayı artırsa, elektron alıb da reduksiya prosesi sayılır. Elektronun alınması reduksiya prosesi, verilməsi oksidaşma prosesidir. Y reduksiya edicidir. Baxın, burada elektron sayı azalır. Baxın burada. Deməli, bu elektron verib azalıb da, yəni 2 də düzgün fikirdir. B oksidaşma prosesidir. Elektron veribsə, elektron verilməsi prosesi oksidaşma prosesidir. Bu da düzgün fikirdir. Deməli, 3 variantında 3-ü düzdür. A variantı 1, 2, 3 doğru variantları deyir. Müəyyən edin. Deməli, qeyd etdik ki, doğru variantları 1, 2, 3-dür. İndi bizə o X maddəsi verilib uşaqlar. Burada qeyri-hibrid orbital sayını və qeyri-poliokovalent rabitəsi sayını müəyyən edin. Sadəcə bizim bu X maddəsini müəyyən etməliyik ki, bu alkandır, alkendir. Hansı maddədir? Bu sadəcə bunun biz burada yanma tənliyini, məhsullarının kütlələrindən istifadə edirik. Deməli, X maddəmizi yanma tənliyini yazaq. Baxın, X maddəsi yanma tənliyində uşaqlar biz bilirik ki, deməli, üzü maddələr yalanda CO2 üzərinə su maddəsi mütləq su alınır. Baxın, burada da şərt verib ki, bizə 0,2-dən 0,2 mol yananda 61,6 CO2 ayrılır. 14,4 qramda su ayrılır. Onda 2 mol üçün nə qədər ayrılar? 616 qram CO2 ayrılar. 144-də belə deyək, 1 mol üçün də bunun tənasübünü qursaq, 2 oradan azalıb bir dəfə. Onda 616-nı da 2-yə bölsək, 308 qram CO2 alınacaq, 72 qram da su. Baxın, bu tənli. İndi bu nə deməkdir? 308 qramı da gəlin biz bölək 44 qram CO2-yə. Tapaq ki, burada CO2 əmsalı neçə olmuşdur? Yəni, bu düsturu xatırlayaq da, nü bərabərdir, kütlə bölünsün i. Yəni, verilən, belə deyək, kütlənin 308-dir. Bölürük orada. CO2-nin də emi 44-dür. Orada molu tapırıq. Yəni, nü bərabərdir, verilən kütləni bölürük emirə. Orada CO2-nin neçə əmsal olduğunu tapaq. Baxaq, görək neçədir. 308 bölünsün 44, bölünsün 44. 7 mol. Deməli, bu X maddəsi yanarkən 7 mol CO2 ayrılıb. 72-ni də 18-ə bölsək, 4 mol da su. 4 mol da su ayrılıb. Bir də deyirəm, verilən o kütlənin 72-ni bölürük. Orada cədvəldə verilib emeri, suyun emerinə 4 mol su ayrıldığını tapırıq. Bu tənlik bizə hansı alkenin yaxud alkanın yanma tənliyini xatırlar. Baxın, 7 buradan 3 dəfə azalıb. 3 dəfə də 3 vahid, 3-ə də belə deyək də, 3 vahid azalma gedib. Onda bu deməli, aromatik karbonhidrogenlərin yanma tənliyidir. Aromatik karbonhidrogenlərin yanma tənliyi də 2N-6 üzərinə O2 alınır, NCO2 üzərinə N-3 su. Baxın, uyğun getdi. 7 oradan 3 vahid azalıb. Onda burada karbonun nömrəsini tapa bilərik də. N-3 bərabərdir 7. Daha biz tapmışdıq ki, daha doğrusu 4. 4 mol. Bax, bu 4-ü gətirdik, burada yerinə qoyduq. Onda karbonhidrogen indeksini, yəni karbon atomları sayını buradan tapa bilərik ki, N bərabərdir 7. 7 də karbon 7, hidrogen 2-də 7-nin 14, 6 çıxsın, H8. Deməli, uşaqları, bu toluolun formuludur. Toluol da biz bilirik ki, deməli, karbon 6, H5, karbon H3-dür. Bax, indi toluolu biz burada şəklini belə deyək də çəkdik. Baxın,
Karbon H, karbon H. Burada da deməli təpə nöqtəsində deməli bir dənə karbon olur. Sadəcə karbon H üçünə əvəz olunur toy yolda. Hidrogen atomlarının birini silirik. Hidrogen metil radikalını əvəz edir. Suallara nə istəyir bizdən? Burada qeyri-hibrid orbital sayını, qeyri-hibrid orbitalların sayı burada uşaqlar belə deyək də 2 dənə karbon atomumuz var da. Belə deyək, yazsaq ki, qeyri-hibrid orbitalların sayı 2n. Deməli 2n, karbonda belə deyək, 7 dənə karbonumuz var. 7 vurulsun 7 bərabərdir 14. Deməli burada qeyri-hibrid orbitalların sayı 14-dür. Sonra nə sayın deyir, baxaq. Qeyri-polyar kovalent rabitələri tapdıq. Bir də belə deyək, qeyri-hibrid orbitalların sayını tapdıq. Daha doğrusu qeyri-polyar kovalent rabitələrin sayı da karbon atomlarının ilə sayı qədər götürülür. Yəni burada da karbon atomlarının sayı 7-dir axı. Yəni elə karbon atomlarının sayı qədər. Baxın, orada bir də qeyri-polyar kovalent rabitələr bir karbon arasındadır. Axı bir dənə də rabitə budur axı burada. Ona görə həm karbon arasında 6 dənə rabitə var. Bir dənə də burada karbonla karbon H arasındakı, baxın bu qırmızılamışıq, burada dairə almış o rabitə. Üstünə gəlində 7 rabitə olur. Onda biz burada 7, 14 variantları axtaracağıq. 7, 14 variantları baxaq hansıdır? Bir variantı. Sonra 39-cu suala baxaq. Hansı reaksiyalardan bir-birinə izomer alkan alınır? Baxın uşaqlar, biz bilirik ki, alkanların dialogenli törəmələrini sinklə təsir etdikdə xlor atomları yan-yanadırsa, mütləq orada alken alınır. Baxın burada. Yəni birinci maddəmiz, maddənin özünü yazaq. Deməli alınır karbon H2, H. Əgər xlor atomları zəncirin üz nöqtələrində olsaydı, siklə alkan alınır. Yenə ikinci burada maddəmiz. Yenə xlor atomları yan-yana olduğu üçün mütləq orada yenə alken alınır. Karbon H2, karbon H. Üçüncü maddəmiz. Yenə xlor atomları zəncirin üz nöqtələrində olduğu üçün alınır karbon H2. Deməli, ikinci maddəmiz də sink xloriddir. Uşaqlar onu yazmırıq. Yəni orada sink xlorid də mütləq alınır. Hamısında sink xlorid. Harada onu qeyd eləyək. Sink xlorid. Burada da yenə sink xlor 2. Yine burada da üzerine sink, xlor 2, yəni ikinci məhsul onu nəzərə alın. Dördüncü burada yine maddəmiz yenə alkanların monohalogenli törəməsidir. Daha doğrusu dihalogenli törəməsinə sinklə təsir etsək, yenə xlor atomları yan-yana olduqsun alken alınacaq uşaqlar. Karbon H3. Belə bir birləşmə alınacaq. Karbon. Deməli, keçəcək 2 qat rabitə. Karbon H2, deməli alınacaq 2 metil propen. Xlorları götürdü, 2 qat rabitə yarandı. Üzərinə yenə sink, xlor 2. Hamısında bir də deyirəm, sink, xlor 2 alınır uşaqlar. Yəni nəzərə alının. Bu suallara cavab verək. Hansı reaksiyadan bir-birini izomer alkan alınır? Bir-birini izomer alkan 2 ilə 3'dür. Çünki baxın 2, 3'də niyə? 2'də də belə deyək də karbon 3, H6'dır, propendir, alkendir. 3'də də siklopropandır. Biz də bilirik ki, alkenlərlə belə deyək, sikloalkanlar siniflər arası izomerdir. Ona görə burada 2, 3, 4'ün ümumi formulunu bir yerə yıxsaq, karbon 4, deməli H8'dir. Baxaq burada da yenə karbon 4, H8. Aslında bunlar da izomer sayılır, amma bunları sinif daxil izomer sayılır. Yine bu hansı izomerdən söhbət gedir, onu da qoymayıb. Yəni deyirəm 1-dən 4 uşaqlar baxın, 3, 3, 6 karbon atomlarının sayıdır, hidrogen atomlarının sayı da üst-üstə düşür. 1-dən 4, bir də deyirəm sinif daxil izomerdə
Amma içi ilə siniflər arası izomerdir. Burada da hansından söhbət gedir, verməyib. Buna görə biz məcburuq hansı indi variantı daha doğrusu götürsək düz olar. 2-3-ü götürək də yenə siniflər arası izomer sayılsın. Sonra qırxıncı suala baxaq. 40-da nə deyir? Hansı reaksiyona alınan yenə alkil həndəsi izomerliyə malikdir. Uşaqlar, burada yenə baxın. Bizə bir atomlu spirt verilmişdir. Biz bildik ki, bir atomlu spirt birinci və belə deyək də, sonuncu karbon atomunda olmayanda, ikinci karbon atomunda OH birləşərkən həmişə burada belə bir alkeni alınır. Yazıq onu. Karbon H3, karbon H, 2 qat rabitə karbon, karbon H3. Deməli, buten 2 alınır. İndi OH birinci karbon atomuna birləşibsə, onda əgər uşaqlar belə bir birləşmə alınacaq. Yenə karbon H3, karbon H2, deməli 2 qat rabitə. Burada daha doğrusu içini pozaq. 2 qat rabitə, karbon H2. Sonra gəlin bəlkə lövhəni açaq, bu sərqəli olsun. Yəni, birbaşa məhsulları yazaq. Birdən deməli alınır karbon H3, karbon H2 qat rabitə karbon H3. Burada belə bir qayda var ki, əgər hidroksil qrupu həmişə birləşən hansı ki karbon atomuna hidroksil qrupu birləşmiş OH hidrogeni az olan karbon atomundan alınır. Yəni bu karbon atomundan hidrogen atomu qopub OH-la birləşib su verir burada. Bir də üzərinəcə su. İkinci maddəmiz yenə orada bir atomlu spirt dehidratlaşması da sulfat turşunun iştirakı ilə dehidratlaşır. Karbon H3, karbon H2, karbon H, karbon H2 belə birləşmə alınır. Üçüncü birləşməmiz də yenə burada OH birləşən karbon atomunun yanında hər iki o karbon 2 hidrogeni var. İndi onu fərq etmir də hansından hidrogen qopsun, OH-la birləşib su əmələ gətirsin. Karbon H3 deməli alınır. 2 qat rabitə karbon H, karbon H3. Belə birləşmə alınır, suallara cavab verir. Hansı reaksiyalarına alınan alkil həndəsi izomerliyə malikdir? Həndəsi izomerliyə malik. Biz bilirik ki, birinci karbon atomunda hansı ki alkilin birinci karbon atomunda 2 hidrogen atomu var, onların həndəsi izomerliyi mümkün deyil. Biri götürə bilərik. Bunun CSM transforması vardı. Burada 2-ni də, daha doğrusu 3-ü də götürə bilərik. Yenə yazdığımız o axırıncı alkanın cis forması vardı. Bunlar nümunələri dəfələrlə yazmışıq. Öyle bir uşaqlar gərək yoxdur. Sonra 1-3 variantı. 41-ci suala baxaq. 0,5 molun yanmasına 3 mol sərf olunan alken üçün yanlış fikri tapın. Deməli, alken deyirsə, uşaqlar, alkenlərin ümumi yanma tənliyini yazaq. Hidrogen 2N, üzərinəcə 3N minus 2, alınır NCO2, üstəcə NH2O. Baxın, burada uşaqlar, bizə deyirsiniz 0,2 molun yanmasına 3 mol alınmışdır. Baxın, 0,2 mol alkan yanarkən 3 mol burada oksigen sərf oldu. Onda 1 molun yanmasına bu alkanın nə qədər burada oksigen sərf olunar? X. Burada da X-i tapsaq. Deməli, X bərabərdir. Yazaq, X bərabərdir. 3 bölünsün 0,2. O da bərabərdir 3,02 bölsək. Deməli, neçə düşür buradan? 6. Səhv etmədik.
32. Baxaq görək burada. Daha doğrusu 0,5'də üzr istəyirəm. Burada 0,5 yazılıb. 0,3 ona görə 3 bölünsün 0,5. Bu da 6 mol. Bu da 6 mol oksijen alınır yanmasına. Daha doğrusu burada 1 mol karbon N2 quruluş alkilinin yanmasına 6 mol orada oksijen sərf olunur. Onda yaza bilərik ki 3N-2 bərabərdir 6. Buradan da 3N bərabərdir 12. N də bərabərdir 4. Deməli bu karbonun nömrəsi, karbonun sayı 4'üymüş. Bu karbon 4H8, yəni buten imiş. İndi suallara cavab verək. Yazır ki, vəziyyət üzəmərliyinə malikdir. Yanlış fikir axtarırıq uşaqlar. Vəziyyət üzəmərliyi var. Karbon 4H8'in. Baxın, vəziyyət üzəmərliyini yazsaq. Karbon H2 2 qat rabitə. Bu cür də yaza bilərik. 2 qatı belə deyək də, buradan da qoya bilərik uşaqlar. Vəziyyət üzəmərliyi yarandı. Metil siklopropanın izomeridir. Metil siklopropanı yazsaq uşaqlar, baxın. Karbon H2, karbon H3, karbon H2. Bunun da karbon 4, H8'dir də baxın. 3, 2, 5, 6. Yox, karbon 3 daha doğrusu karbon 3, H6. Xeyr, bu metil siklopropanın belə deyək də izomeri sayılır mı? Karbon 4 baxın. Deməli burada H2'dir. 2, 2, 4. Karbon 4 H8 sayılır da uşaqlar bu. Doğrusu baxın. Karbon 4. Bu yazmadım. Bir dənə burada karbon atomu qalır. Axı bir əvəz olunursa 3, 5, H8. Baxın 3, 4, 6, 8. Deməli bu da düzgün fikirdir. Yəni bunlar düzgün fikirlərdir də bir səhv axtarır. Quruluş izomərliyinə malikdir. Quruluş izomərliyini də uşaqlar yazsaq. 2 metil səhv etmirəm propendir də bu karbon H2. 2 qat rabitə, karbon H3, karbon H3. Baxın bunu yenə yığsaq bir yerə. Karbon 4, 3, 3, 6, H8. Bunun da quruluş izomərliyi var. Yəni düzgün fikirdir. Adi şəraitdə qaz halındadır. Adi şəraitdə qaz halındadır. Deməli karbondadır. Bu da düzgün fikir oldu. Sonra çünki bu butan, daha doğrusu deyin, normal şəraitdə qaz halındadır. 1 mol xlor 2 reaksiyasında 2,2 xlor butan alınır. Baxaq görək onda bu reaksiyasına. 1 mol xlor 2 ilə reaksiya 2,2 xlor baxaq reaksiyamızı yazaq. Karbon H 2 karbon H3 üzərinə 1 mol xlor. Deməli buradan alınır karbon H2 xlor, karbon H xlor, alınır karbon H2, karbon H3 nömrələmə aparsaq 1, 2, 3, 4 nömrələmə aparsaq uşaqlar baxın 1, 2 dixlor butan alınır. Burada 2, 2 qoyub. Ona görə yanlış fikir elə Y variantı da burada. Yəni oxunuşuna baxın, uzun zəncirdə nömrələnmiş karbon atomlarının sayını orada götürsək 1, 2 dixlor butandır. Burada 2, 2 dixlor qoyub. Yəni 2, 2 o deməkdir ki, eyni karbon atomundan çıxır. Ona görə burada yanlış fikir. Y variantıdır. 42-yə baxaq. X və Y metanın homologudursa, orta fikri tapın. X hibrid orbitalların sayı 8'dir. Biz bilirik ki, alkanlarda metandan söhbət gedir də. Yəni X, Y metanın homologları oxşarlardır. Biz bilirik ki, 4 endüstri ilə tapılır da. Bərabərdir 8. Bu da N bərabərdir 2. Yəni burada X-in deməli belə deyək də 2 dənə yəni X alkanlı 2 dənə karbon atomu var imiş. Bu karbon 2H6'dır. İkincidə də deyir polyakometr atomların sayı 8'dir. Yəni hidrogenlərin sayıdır da. Biz bilirik ki, alkanlarda polyakometr atomların sayı hidrogen atomlarının sayıdır. 8 olan
Biz bilirik ki, karbon 3, H8-dir. Deməli, bu da Y-dir. Bu Y-dir, bu da X maddəmizdir. Suallara cavab verək. Qeyri-polyar kovalent rabitə ortaq fikri tapacağıq. Hər ikisi üçün ortaq fikri. Qeyri-polyar kovalent rabitə sayı hidrogenlərin sayıdır. Bunda 6-dır, bunda 8-dir. Yəni biri götürə bilmirik. Sonra nisbi molekul kütlələri biri-birindən karbon H2 qədər fərqi var da, orada yəni 14 qram qədər fərq var, yəni bunu da götürə bilmərik. Sigma rabitələrin sayı, məsələn, Y-də indeksləri toplayırıq, 8-3, belə deyək də, 8-10 sigma bundadır, 6-2-8, bir vahiddə götürdü, 7 sigma da bundadır, yəni üst-üstə düşmür. Sonra adi şərait aqreqat halı, deməli bir etan, propan, adi şərait aqreqat halı, hər ikisi qaz halındadır. Yəni bunu götürə bilərik düzgün variant, ortaq fikir kimi. Qaynama temperaturları fərqlidir. Biz bilirik ki, karbon 2H6-dan keçir burada məsələn emirləri artır da karbon 3 H8-ə. Karbon 2H6-nın emiri 30-dur. Bu da 44-dür. Yəni emir artdıqca orada emir böyüdükcə qaynama temperaturları da artır. Ona görə orada yanlış fikir, ortaq fikir dediyi üçün D variantı. Sonra 43-ə baxaq. Bizə etin verilmişdi. Uşaqlar burada yaxın üstündə yazaq. Hansı halda SP2 çevrilməsi baş verir? Biz bilirik ki, etin üstə 1 mol H2 qoyanda burada alınır karbon H2, 2 qat rabitə karbon H2 alınır. Etin üstə su qoyanda Kucherov reaksiyasında alınır sirkə aldıydı. Karbon H3, karbon sirkə aldıydı alınır. Etin üstə 2 mol H2 qoyanda keçir etana. Karbon H3, karbon H3. Baxın, hansı halda SP2 çevrilməsi. Bax, burada karbon atomu sirkə altında SP2-dir. Yəni, içini də götürə bilərik, biri də. Çünki biz bilirik ki, etiləndə də SP2-dir də. Amma 3-də SP3-dür. SP-dən SP3-ə keçir. Ona görə 1-2 variantları, C variantı. X pentanın üçlü karbon atomu olan izomer. Doğru fikirləri yazın. Pentanın biz bilirik ki, ümumi quruluşunda belə deyək də, şaxəsiz yazanda 5 dənə pentanın karbon atomu, belə deyək. 5 karbon atomu var. Bu normal pentanın yazılışıdır. Yəni karbon H3-dən başladıq, metildən bitirdik. İndi bunun şaxəlisini yazsaq uşaqlar. Karbon H3, karbon H3, karbon H2, karbon H3 kimi yaza bilərik. Niyə? Baxın, şərt qoyub ki, burada üçlü karbon atomu var. Üçlü karbon atomu da, baxın, budur. Bax, bu karbon atomu üçlüdür. Bu karbon H2 hansının ki, metil radikalı birləşib. Baxın, bu bizim üçlü karbon atomumuzdur. 4 metil qrupu saxlayır. Doğru fikir axtarırıq. Yanlışdır. 3 metil qrupu var bunun. Qaynama temperaturu normal pentandan çoxdur. Biz bilirik ki, bu şaxəsizlər həmişə şaxəlidən aşağı olur da. Ona görə yanlış fikir ilə, bu da belə deyək də yanlışdır. 2,2 dimetil propandır. Baxın, uşaqlar, bu belə deyək də 2,2 dimetil propan sayılmır. Yanlışdır. Bunu necə oxuyaq? Bunu ən uzun zəncir götürsək 1, 2, 3, 4. 2 metil butandır bu. Dimetil etil metandır. Bu düzgün fikirdir. Niyə uşaqlar? Baxın, 2 dənə metilimiz var. Bir dənə də etilimiz var. 2 metil olduğu üçün dimetil etil metan deyə bilərik də. Karbon orada bir dənə də metan da axı biz seçəndə baxın. Bir dənə hidrogen atomu yerində qalır. Bura karbon H3 qoyuruq. Metanın törəməsi kimi baxırıq da. Burada karbon H3. Daha doğrusu burada 3. Burada baxın karbon 2H5 var. Ona görə dimetil etil metan deyə bilərik. Yəni səmərəli adlandırmadır. Tərkibində ikili karbon atomu yoxdur, var. Baxın, karbon 3 olan burada 3 yazmışıq. Bu karbon atomu 3 nömrəsi üstünə yazılan ikili karbon atomu. Bu deyil, yoxdur, yəni yanlış fikirdir. Biz düz axtardığımız üçün D variantı götürürük. Sonra baxaq. Deməli, 45-ci suala baxaq.
Karbon 6H6-nı xlor 2 ilə yenə lövhəmizi açaq burada. Karbon 6H6 benzol verilmişdir. Xlor 2 ilə alüminium xlor katalizatorunun iştirakı ilə uşaqlar alınır. Baxın, benzolu yazsaq, elə yazaq. Karbon 6H6 üzərinəcə xlor 2, alüminium xlorid katalizatorunun iştirakı ilə keçir. Karbon 6 xlor 6 üzərinəcə 6 mol H xlora. Dəmir 3 xloridi götürəndə karbon 6 H6 üzərinəcə xlor 2 alınır. Dəmir xlor 3 orada katalizator iştirakı ilə götürəndə alınır. Xlor benzol. Baxın, belə bir birləşmə alınır. Deməli, burada çəkək. Xlor benzol üzərinəcə H xlor. İndi suallara cavab verək. Deməli, birinci birləşməmizin adı heksa xlor benzol oldu. Yazsaq, heksa xlor benzol. Yəni bu birləşmənin adı heksa xlor benzoldur. Bu birləşməmizin adı da ikinci dəmir 3 xloridin iştirakı ilə götürüləndə alınan birləşmə xlor benzoldur. Suallara cavab verir. Birinci reaksiyada alınan maddə heksa xlor disikloheksandır. Xeyr, bu yanlışdır. Çünki uşaqlar heksa xlor disikloheksan bu cür alınır. Bax, günəş şüalarının iştirakı ilə gedir. 3 xlor 2 H-nı yazılır üstündə. Orada alınır karbon 6 H6 xlor 6. Yəni bu alınan bu birləşməyə deyilir heksa xlor disikloheksan. Yəni burada biz yazdığımız o birinci bizə 1-2 reaksiyalardır da, nömrələyək. Birinci, ikinci reaksiyalarda belə birləşmə alınmır. Yəni bu yanlış fikirdir. İkinci reaksiya əvəz etmə reaksiyasıdır. Düzgün fikirdir. İkinci reaksiya əvəz etmədir. Birinci reaksiyada alınan maddə karbon atomlarının oksidaşma dərəcəsi müsbət 1-dir. Birinci reaksiyada müsbət 1-dir. Karbon 6 xlor 6, xlorun üstə -1, karbon 6 X qoyanda oksidaşma dərəcəsi müsbət 1-dir. Yəni bu üçü də düzgün fikir götürə bilərik. Düzgünləri istəyir. 2 də düzdür. Hər iki reaksiya əvəz etmədir. Baxın, birinci, ikinci reaksiyaların hər ikisi əvəz etmə reaksiyasıdır. Ona görə burada yalnızca 1 oldu da A variantını götürürük. 2, 3, 4 düzgün variantlardır. 1 mol metanı 2 mol xlorla reaksiyasından uşaqlar, baxın, 2 mol xlor verdiyi üçün biz bu H-nı iştirakı ilə gedir də. Biz bilirik ki, metan xlorla tam reaksiyası daxil olması üçün belə deyək də, hidrogen atomlarının sayı qədər özünə xlor atom birləşir. 2 mol dediyi üçün burada alınacaq karbon H2, xlor 2, yəni D variantı alınır. 3 mol götürsəydi alınacaqdı karbon H xloru 3, 4 mol götürsəydi alınacaqdı A variantı 4, xlor tetraxlor metan alınacaqdı. Amma 2 mol dediyi üçün biz D variantı götürürük. Sonra 47-ciyə baxaq. Deməli, burada hansı reaksiyada azot həm oksidaşdırıcı, həm reduksiya edicidir. Biz bilirik ki, NO2 üstə CO2 üstə C suyun iştirakı ilə nitrat turşusu alınır da burada. H, NO3 alınır. NO2 üstə C su ilk halda 2 turşu alınır. HNO3 üzərinəcə nitrit turşusu, nitrat və nitrit turşusu alınır. Amonium nitrat parçalanır. Biz bilirik ki, N2O-ya, bir də suya. Baxın, burada azot həm oksidaşdırıcı olsun, həm də reduksiya edici. Bir də götürə bilməliyik. Çünki oksigen burada 0-dan gəlir -2-yə, azot da müsbət 4-dən müsbət 5-ə gedir. Yəni oksidaşdırıcı və reduksiya ayrı-ayrı maddələrdə götürə bilmirik, amma 2 ilə 3-ü götürəcəyik. Çünki azot buradan baxın müsbət 4-dən keçib 2 oksidaşma dərəcəsinə müsbət 5-ə keçib. Bir də 2-də 2, 4, 4-dən 1-in çıxdıq, 3. Yəni, eyni oksidaşma dərəcəsinə 2 müxtəlif oksidaşma dərəcəsinə keçib də, yəni dispropsiya, oksidaşma reduksiya reaksiyasıdır bu. Üçüncü isə kommutasiyadır.
eyni kimyəvi element atom müxtəlif oksidaşma dərəcəsindən eyni oksidaşma dərəcəsinə keçərsə, yəni burada müsbət 1-dir. Uşaqlar, NH4-də -3-dür. Nitrat turşusun qalığı olduğu üçün bu müsbət 3-dür burada. Yəni şifahi deyirəm. Yəni burada azot atomu 2 dənə müxtəlif oksidaşma dərəcəsindən eyni bir oksidaşma dərəcəsinə keçirsə, eyni kimyəvi element atomu 2 müxtəlif oksidaşma dərəcəsindən eyni bir oksidaşma dərəcəsinə keçirsə, biz buna deyəcək kommutasiya, öz-özünə oksidaşma reduksiya reaksiyalarına görə. Burada həm hər ikinci, üçüncü reaksiyalarda azot həm oksidləşdirici, həm də reduksiya edicidir. Ona görə 2-3 axtarırıq. D variantı. Hansı maddə məhlulunda CO2 qazı keçirdikcə məhlul elektrik keçirici yazarlar? Uşaqlar, keçən dəfə o birinci qrupun sualına düşmüşdü də, bunu elə biləm hatırladım bu sualı. Biz bilirik ki, kalium AH, natrium AH CO2 ilə reaksiyasından birin nisbətində götürdükdə, bunu dəfələrlə yazmışıq, kalium karbonat, natrium hidrokarbonat, kalium hidrokarbonat alır. Bu da həll olan turş duzdur. Turş duzlar biz bilirik ki, elektrik keçirir də, məhlulda elektrik keçirici yüksəkdir, yəni həll olur. Amma suda həll olmayan duzlar heç vaxt məhlulda elektrik keçiriciliyi heç olmur ya da az keçirir. Ona görə burada barium AH-ın CO2 ilə belə deyək, barium hidroksidi məhlulundan CO2 qazı keçirdi. Burada barium karbonat, deməli barium da karbon 3, üstəcə su alınır da, biz bilirik. Barium karbonat da burada çöküntü olduğu üçün bunun elektrik keçiriciliyi çox cüzdür ya da heç olmur çöküntülərin. Yəni suda, qısa desə, suda həll olan duzlar, suda həll olan əsaslar həmişə məhlulda elektrik keçiriciliyi vardır. Yəni onlar elektrolit sayılırlar da, həmin maddələr. Elektrik keçiricilikləri var, amma qeyri-elektrolitlər o maddələr sayılır ki, onlar məhlulda elektrik cəryanı keçirmir. Bunlara da məsələn suda həll olmayan əsaslar, suda həll olmayan duzlara aiddir. Yəni çöküntü belə deyə axtaracağıq da belə tipli testlərdə. 9-a baxaq. Deyir, benzolun homologudur, X maddəsi verilmişdir. Molekulunda sp3 hibrid orbital sayı 12 dənədir. sp3 hibrid orbital sayı. Deməli, kalium permanganat oksidaşması alınan maddə fenoldur. Bizim ağlımıza gələn izopropil benzoldur. Uşaqlar, bunu dəfələrlə yazmışıq, yenə yazaq. Baxın, izopropil benzolun oksidaşmasından, deməli, izopropil benzolu yazaq. Burada karbon H. Deməli, bu oksidləşir, uşaqlar, keçir fenola. Bir də alınır dimetil keton. İndi burada nə deyir, bizə baxaq. Kalium peroksidləşmə alınan maddə fenoldur, bir də dimetil ketonda, asetonda yazdıq. Bu X-in izomeri izopropil benzoldur da. Əgər başda biz izopropil benzol yoxdur, daha doğrusu bunun izomeri propil benzoldur. Baxın. Yəni karbon H2, karbon H2, karbon H3. Baxın, burada da sp3, 3 dənə karbon atom sp3'dür. Qalan burada benzol halqası olduqca bütün karbon atomları orada sp2'dir. Yəni baxın, burada 4 hibrid burada, 4 hibrid burada, toplamı 12 eləyir. Baxın, burada da 4 hibrid. 3 dənə karbon atom sp3 hibrid vəziyyətində toplamı 12 eləyir. Baxın, toplayanda bərabərdə 12. Baxın, burada da yenə toplasaq hibridləri, belə deyək də, bərabərdə 12 hibrid. Yəni, bu cədvəldəki şərti ödəyir. Deməli, burada cavabımız propil benzoldur. Yəni, izopropil benzolun homologu propil benzoldur. Sonra baxaq 50-ci suala. Əllinci sualda nə deyir bizə? Deməli, reaksiya verilib. Hansı reaksiyada alınan bəsmada oksigenlə reaksiya daxil olmur? Baxın, uşaqlar, burada alınır silisiumu, üzərinəcə magnezium oksid. Burada SO2 sayıcı S alınır. Yəni, kükürt müxtəlif oksidaşma dərəcəsinin eyni bir oksidaşma dərəcəsinə keçidir. Bir alınır su. Amonium bixromatın parçalanmasından alınır N2 üzərinəcə
Xrom 2 o 3 alınır. Deməli, üzərinə gəl, nə alına bilər? Burada neçə xrom 2 o 3, bir də su alına bilər. Sonra kalium xloratın hidrogen xlorid ilə reaksiyası biz bir ki, xlorun laboratoriyada alınma üsuludur. Xlor alınır. Üzərinə gəl, kalium xlorid alınır. Bir də su alınır uşaqlar burada. H2O, sonra mis oksidin hidrogen reduksiyasından mis alınır, üzərinə H2 alınır. Suallara cavab verək. Hansı reaksiya alınan bəsit maddə olsun, oksigenlə reaksiya daxil olmasın deyir burada. Deməli, oksigenlə silisium daxil olur, kükürt də olur, N2 olur, daxil olmayan burada xlor 2-dir. Yəni, D variantında alınan bəsit maddə misin oksigenlə reaksiyası var da uşaqlar. Biz bir ki, mis üstəki oksigen T ilə gedir. Pasiv metalda olsa mis oksidi alınır orada. Sonra 51-ci sualda deyir X maddəsi verilmiş. Duru nitrat turşusu ilə burada deməli, həm suyun iştirakı ilə turşu alınır, həm də NO alınır. Burada uşaqlar fosfordur. Fosforun duru nitrat turşusu ilə burada alınır H3PO4. Silisiumun reaksiyası yoxdur. Azotda da belə nitrat turşusu da belə deyək də qüvvətli oksiləşdiricidir. Azotda da qırılmayan üst qat rabitə var da orada. Nitrat turşusunun gücü çatmayacaq belə deyək ki, onu üst qat rabitəsini qırsın. Florun özü ən güclü qüvvətli halogendir. Nitrat turşusu ən güclü oksiləşdiricidir. Yəni bunların reaksiya getməsi mümkün deyil də. Bax belə nəzəri bilişləriniz olsa belə testləri tez çözmək olur. Yəni burada nitrat turşusu ilə reaksiya, qatı nitrat turşusu ilə qəbula çox düşür uşaqlar. Karbonun reaksiyası var. Fosfor reaksiya daxil olur. Bir də bor daxil olur. Bax, bir də deyirəm, qatı sulfat turşusu ilə qəbula gedərsən bu 3 elementi əzbərləyin. Həm karbonun, həm fosforun, kükürdün, bir də borun qatı nitrat turşusuna reaksiyaları vardır. Mütləq bunları təkrar eləyin. Sonra 52-ciyə baxın, hansı fikir yanlışdır, yanlış axtaracağıq. Deməli, X maddəsi götürək, X flor ola bilər. Çünki florun kükürtlə bilirik ki, S flor 6 birləşməsi verilir. N2 ilə reaksiyası yoxdur, düzgün fikirdir. B variantın G ola bilər. Y-in əgər oksigen olsa kükürtlə reaksiyası var, azotla da reaksiyası var. Reaksiyası olanlar uşaqlar baxın, plus qoyulur. Reaksiyası olmayanlar minus qoyulur orada. Dedi X xlor 2, X xlor ola bilər. Kükürtlə reaksiyası var, azotla reaksiyası yoxdur. Z maddəsi yoda ola bilər. Kükürtlə reaksiyası yoxdur. N2 ilə burada cavab Y-dir. Niyə Y-dir? Çünki Y maddəsinin yerinə xlor qoysa kükürtlə reaksiyası var. Amma xlorun, belə deyək, azotla reaksiyası yoxdur. Burada yəni minus olmalıdır. Yəni o düzgün fikir alınmazsa, amma bunlar plus qoyublar burada. Yəni xlorun N2 ilə reaksiyası mümkün deyil. Bizə də yanlışı deyir tap. Sonra baxaq. 56-cı sualda uşaqları bizə nə deyir? Yenə A üstəcə B burada şərt qoyub reaksiyası alına bəsit maddənin mol miqdarını tapın. NH3 verilib, H2S verilib, mol miqdarı AB-dir. Tam yoması alınan suyun mol sayı yaxın lövhəmiz açaq. Deyilənləri qeyd edək. Baxın, deməli biz NH3-ün oksigenlə reaksiyasının yanma tənliyini yazmalıyıq. NH3 alınır N2, üzərinə su. Uşaqlar, biz bilirik ki, deməli əmsalları əzbərləmişik. 4 atılır bura, 3 atılır bura, 2 atılır bura, 6 mol atılır bura. Deməli, H2S-in də deməli, oksigenlə reaksiyasından alınır SO2, alınır su. Deməli, əmsallar bura 3 atılır, bura 2, bura 2, burada 2. Uşaqlar, baxın, 4 mol amonyak yananda nə qədər su alınıb? Burada 6 mol su alınıb. Onda 1 mol da nə qədər alınacaq? 1,5 alınacaq. Əgər mən burada A versəm, baxın, A mol verib də cədvəldə, onda mütləq burada 1,5 A alınacaq. Baxın burada.
İnce hidrogen sulfidin 1 molunun yanması zamanı nə qədər su alınır? Əgər 2-dən 2 alınırsa, baxın, 2-dən götürmüşəm, 2 alınıb da uşaqlar. 1 mol hidrogen sulfidin yanması zamanında 1 mol su alınacaq orada. Əgər mən bemol versəm, mütləq orada bemol alınacaq uşaqlar. Yəni, qırmızı ilə işarə eləyək. Çünki bu bizə lazım olacaq. İndi baxın, burada nə deyir? Burada AB mol miqdarı götürəndə tam yuvması alınan su miqdarı orada verib bizə 4 moldur. Gəlin belə bir sistem təhlil yazaq. A üstəcə B, baxın, orada verib ki, mollarının cəmi 3'dür. Gəlin burada 1,5 A ilə B'yi toplayaq. Bax, bu B'yi toplayaq. Bu qırmızı ilə yazaq. B'yi toplayaq. 1,5 A üzərinə B bərabərdir. Bax, cədvəldə verilən 4'ü yazdıq. Bu da ki, sistem təhlili quranda tərəf-tərəfə çıxma üsulundan istifadə etsək, B'lər gedəcək. 1,5-dən 1 A'da çıxsam 0,5'ə qalacaq axı uşaqlar. 0,5 A 4'dən də 3 çıxanda 1, A'yı da 1,5'ə bölsəm 2, A'nın 2 olduğunu tapdım. Onda buradan alınır ki, B neçə bərabərdir? A 2-dirsə, B də bərabərdir 1. Deməli, mən A, B qiymətlərini gətirib harada yerinə qoyacağım. Öz şərtinə verib baxaq. Deyir ki, reaksiyada alınan bəsit maddənin mol miqdarı. Bəsit maddədə uşaqlar, baxın, burada N2-dir də. Baxın, N2 alınır. Bunda belə bir tənasüb yaza bilərəm ki, 4 mol NH3-dən nə qədər orada 2N2 idi, səhv etmirəm. 2N2 azot alınırsa, baxın, orada biz də A'yı tapmışıq da. A'yı neçə tapmışdıq? 2 mol tapmışdıq. NH3-ün altında baxın, 2 mol, A'yı 2 mol tapmışıq. Baxın, burada 2 mol NH3-dən də 1 mol N2 alaram da. Baxın, 4 buradan 2 dəfə kiçildi, 2 dəfə kiçildi. Alınan bəsit maddə mol miqdarı onda 1 mol olur uşaqlar. Bunun cavabı, testin cavabı 1'dir. Sonra 57-ci suala baxaq. Bizə etin verilmişdir. Etin bilirik ki, asetlendir də uşaqlar yazılır. Karbon 2, üst qat rabitə, propin də yazılır. Karbon H3, karbon, üst qat rabitə, karbon H. Bu şəkildə yazılır. Suallara cavab verir. Su ilə keton əmələ gətirir propin. Çünki asetlenin su ilə reaksiyası aldehiddə, sirkə aldehidinə çevirir də, Kucherov reaksiyasıdır. Deməli, A yazdıq bura. Trimerləşməsindən benzol alınır. Benzol deməli 3 mol. Asetlenin trimerləşməsindən benzol alınır. Deməli, B variantı bura yazıldı. Siniflər arası izomeri var. Asetlenin siniflər arası izomeri yoxdur, amma propinin var. Bax, propinin qısa yazsaq karbon 3, H4'dür. Bu da alkadenlərdən. Alkadenlərlə siniflər arası izomerdir də. Deməli, karbon 3, H4 siniflər arası izomeri olan propin oldu. C getdi bura. Sonra doymuş hala gətirmək üçün 2 mol H2 tələb olunur. Hər ikisində 2 po olduğu üçün bunları doymuş hala gətirmək üçün 2 mol H2 lazımdır. Deyə yazaq bura. Molekulunda metil qrupu var, propinin. Deməli, Y də yazaq. Bura uyğun getdi də. Siniflər arası izomeri var, asetlenin siniflər arası izomeri yoxdur. Olsun da indi belə variant halında propinə 3 variant getdi. Sonra karbonat H4. Baxaq. 53-cü sualda nədir? X və ionlar əmələ gətirdiyi birləşmənin nisbi molekul kütləsini hesablayın. Lövhəmiz açıq uşaqlar. Deməli, X baxın, burada nə deyir bizə? X 3 müsbətdir uşaqlar. Nüvəsinin yükü C-dir. Yazaq burada. X 3 müsbətdir. Deyir, elektronlarının sayı 10'dur. Deməli, bunun protonu neçəymiş ki, elektronla 3 dənə elektron verib, 13'üymüş ki, bu 3 dənə elektron verib. Nüvəsinin yükü onda C bərabərdir 13. Neutron sayı da C-dən bir vahid artıqdır. Neutron sayı da bərabərdir onda 14'də. İndi burada Y üçün yazsaq,
Neytron sayıda 14 olsun. Buraya yazaq. Onda bunun ayeri bir ki P ilə N'in toplamında proton neytron toplamıdır. Olacaq 27. Onda Y üçün yazsaq 2 mənfi. Əgər bu 2 mənfi elektron sayı bunun 18-dirsə, deməli belə deyək də 2 elektron alıb 18 olubsa, bunun proton sayı 16 imiş. Yəni nüvəsinin yükü 16 imiş. D bərabərdir 16 qeyd etdik. Neytron sayı da D-dir. Yəni 16-dır. Yəni buraya yazdıq 16. Toplamı ayır bir daha 32. Ayır da bərabərdir 32. Yaxşı, bunları yazdığım suallara cavab verək. X, Y ünvan əmələ gətirib birləşmənin nisbi molekul kütləsini tapın. X deməli Y 2 elektron aldı, -2, 3 elektron verdi, müsbət 3. Çarpıcı üsuldan istifadə edin, ya əkot tapın, fərq eləməz. Y-in üstün yükü gəlir X-in indeksinə, X-in yükü gediriksə, bu birləşmənin ümumi formulu olur. X2, Y3. Sonra nə deyir? Nisbi molekul kütləsini tapın. Onda yazırıq emir X2, Y3 bərabərdir. Deməli, X-in proton 27 idi. 27-ni 2-yə vurdum. Baxın, 27 yazıq üstünə. Yəni bir X atomun ayrı 27-dir. Y-in də 32-dir ayrı. 2-ni vurdum 27, 54. Üzərinə gəldim. Sonra qarışmasın, belə yazaq. 3-ü də vurdaq 32-yə 96. 6, 4. 0 yazaq bir ya da 9, 5, 14, 150. Deməli, bunun emiri nisbi molekul kütləsi 150-dir. Sonra 54-ə baxaq. Doğru fikirləri müəyyən edin. Uşaqlar, silisium üstəcə fluor. Burada alınır. Belə bir birləşmə alınır. Həm su alınır, həm də silisium, fluor, 4 belə tipli birləşmə alınır. Bir də su alınır. Necə yazaq ki, yerləşdirək. Gəlin, buradan yazaq. Silisium O2 üzərinəcə H fluor alınır. Silisium fluor 4 belə alınır da üstlərinəcə su. Su yazıq. Bu kibritin yanma təlliyi alınır burada. P2O5 üzərinəcə kalium klorid. 5-ci reaksiyada da alınır kalsium hidroksid. Yəni bu şifaydə dediyi bu qəbula gedən uşaqlar bu reaksiyaları yəqin ki, əzbər bilirlər. Yəni bunu ayrı lövhədə yazmağa gərək yoxdur. İndi baxaq. Şüşənin aşılanması reaksiyası. Şüşənin aşılanması reaksiyası 1. Deməli, buraya yazaq. 2 yazıb ki, reaksiya məhsullarından biridir. Reaksiya məhsullarının biri oksiddir olan 3-ə gedir. Burada 2 yazaq. Daha doğrusu, gəlin bunun eyleri vendi, biraz bunu elə yazıblar ki. Deməli, 1-2 qoyaq. Baxın, deməli, 1, 2 qoyaq, 3 qoyaq, 4 qoyaq, 5 qoyaq. Baxın, belə bir. Burada daha şüşənin aşılanmasında deməli 1 yazılır onda. Bura. Deməli, 2 reaksiya məhsullarının biri oksiddir. Deməli, 3 hər 2-2-yə getsin də. Çünki gəlin, bu eylerlin diaqramı nə qəribə veriblər. 3 deyəndə 3-ünə də aid olacaq. 4 desək, 2 ilə 5 desək buna. Onda belə çıxır ki, reaksiya məhsullarından biri oksiddir. Su da oksid sayılır da. Onda su 2-ni yazaq bura. Qara barıtın alınma reaksiyasıdır. Kalium xlor üstəcə P2O5 kalium kloridi alınır axı. Ona görə də 4-ü də yazaq. 4-də yazaq onu. 3-ü yazaq bura. 3 ümumi hamısına aiddir. Reaksiya məhsulları yalnız mürəkkəb maddədir. Yalnız reaksiya məhsulları mürəkkəb maddə olan hamısıdır uşaqlar. Ona görə 4-ü bu 3-ə yazaq. Baxın,
O silisium H fluor da alınıb, burada su, silisium fluor da alınıb. Kalium kloriddən fosforla reaksiyasında P2O5 kalium kloridi alınır. Kalsium oksidin üstə CH2, kalsium hidroksidi alınıb. Hamısı mürəkkəb maddə olduğu üçün 4-ü 3-ə yazdıq ki, ümumilikdə hamısına gedir. Əhəngin söndürülməsi reaksiyasıdır. 5 əhəngin söndürülmə reaksiyasıdır. Onda belə 5 də yazılır bura. 3 dəfədə belə bir eylərdən inşallah düzdür. Çünki bu təsadüfən belə 3-ü mənim rastıma çıxır. Sonra 55-ci suala baxaq. Sonra 55-də nə deyir? Bizdə 2C onun oksidaşmasına 2CO2-dir. Enerji üstə CO2-ni alınmışdır. Reaksiya üçün ortaq fikirləri götürün. Biz bilirik ki, bax, birinci reaksiya eksotermikdir. Uşaqlar, bir müsbət 2-dür. İkinci istisnadır, minus 3-dür, endotermik reaksiyadır. Temperaturun artması tarazlıq məhsullarının alınması istiqamətinə yönəlir. Endotermik reaksiyada temperaturun artırılması sağa yönəldir. Eksotermikdə sola, yəni bunu götürə bilmirik. Ortaq fikir deyir burada bizə. Oksigenin qatlılığının artırması tarazlıq məhsullarının alınması istiqamətinə yönəldir. Düzgündür. Çünki bizlər o için qatlılığını artırsaq, hər iki halda sağa yönələcək. Məhsul istiqamətinə yönələcək, yəni götürə bilərik. Təzyiqin dəyişməsi tarazlığa təsir etmir. İkinci reaksiyada təsir etmir uşaqlar. Bir həcm üstəcə bir həcm O2, bir həcm N2 ilə bir həcm oksigen reaksiyasında 2 həcm alınır. Yəni 2 həcm 2 həcmə keçib də burada təsir etmir, amma birinci reaksiyada 3 həcm 2 həcmə keçib. Yəni birinci reaksiyada təzyiqin dəyişməsi tarazlığa təsir edir. Bunu götürə bilmirik. Yəni birinə təsir edir, birinə təsir etmir də. Belə Lori dildə desək. Homogen reaksiyadır. Reaksiya daxil olan və alınan maddələrin hamısının aqreqat halı eynidir. Yəni götürə bilərik bunu. Oksidaşma reduksiya reaksiyasıdır. Hamısı oksidaşma reduksiya reaksiyasıdır. Çünki C10 oksidaşması oksidaşma reduksiyası N2-CO2 2NO'ya keçir. Çünki orada karbonun, azotun, oksigenin oksidaşma reduksiya oksidaşma dərəcələri dəyişilir. Ona görə burada ortaq fikirlər oldu. 2, 4, 5. 2, 4, 5 oldu. Burada suallar qaldı mı? Üstasiyaya baxaq. Üstasiyada verilmiş yazıb ki, verilmiş presdə alınan X qaz artıq miqdarda etilən üzərinə keçirir 0,2 molda alınır. Baxaq görə burada X qazı nə alınır? Demək, hidrogen klorid, üstəcə manqan, O2, biz bilirik alınır, xlor 2 qazı alınır. Yəni burada X qazı xlor 2-dir. Üzərinəcə manqan klorid, üzərinəcə H2O, əmsalları da açsaq, bura 2, bura 2 düşür. Suallara cavab verək. X qazı bildik ki, xlor 2-dir. Bu da etilin üzərindən keçirdikdə uşaqlar bilirik, karbon H2, karbon H2, 1 mol xlor qazı belə deyək də, artıq miqdar etilin üzərindən keçirdikdə maddə alınır. Demək, 1 mol xlor qazı olduğu üçün karbon H, xlor, 1,2 dixlor, belə deyək, etan alınır. Sonra nə deyir bizə? X qazının alınma reaksiyasını yazın və əmsallaşdırın. X qazının alınma reaksiyasını yazdıq, əmsallaşdırdıq. Yəni bu 58-ci sual idi. Baxın, X qazını yuxarıda qeyd etmişik. Reaksiyada götürülmüş turşunun neçə mol oksidləşir? Reaksiyada götürülmüş 4 mol bizdə burada turşu götürülüb uşaqlar. Baxın, bunu 2 mol oksidləşir. 2 molu da orada reduksiya olunur. İndi baxın, 0-dır, bu da mənfi 2-dir. Baxın, burada 2 mol xlor atomu mənfi 1-dən gəlib 0-a da oksidaşma dərəcəsi orada artıbsa, oksidləşib, azalıbsa, mənfi 2-yə gedibsə, belə deyək də, reduksiya olunub. Yəni 2 molu oksidləşib. Reaksiya götürmüş turşunun neçə molu oksidləşir? Əgər burada deyir 0,2 maddə alınırsa, uşaqlar, indi gələn onda sual fərqli çıxacaq. Baxın, burada 1 mol xlorla reaksiya daxil olanda 1 mol dixlor etan alınır. Amma deyir 0,2 mol X qazı artıq miqdar etilin üzərinə keçirdikdə 2 mol olmadı, 0,2 alınır axı uşaqlar. Əgər 0,2 alınıbsa burada bir də belə deyək,
1,2 dixlor etan alınanda nə qədər buradan götürülüb? Onda burada 0,2 də xlor götürülüb, 0,2 mol etilen götürülüb. İndi bu 0,2 bu alınan xlor qazdır axı. Bu da buradan alınıb da. Bax, gətirək burada yazaq 0,2. Onda nə qədər turşu götürülüb? Baxaq. Deməli, buradan x1 0,2 artıbsa, bu da 0,8 olacaq buradan. Bu da buradan 0,8. Niyə? Belə tənasüb qursaq ki, 4 mol H xlordan 1 mol xlor 2 alınırsa, 0,2 xlor alınması üçün nə qədər oradan H xlor reaksiya daxil olub, x bərabərdir 0,8 olduğunu taparıq. İndi bu 0,8 molu da nə qədər oksidləşib? Baxın, 0,8-in də 0,2-si buradan xlor 2 qazının tərkibinə keçir, elə bir belə deyək də, oksidləşir. Elə yenə də 0,2 molu da burada reduksiya olunur. Tənasübü qursaq, onda baxaq. Nəqəbdən mi pozaq? Burada baxın. Belə bir tənasüb qədər oksidləşib deyir də burada. -1-dən 0-a gələndə oksidləşirsə, onda belə yazaq. 1 mol H xlordan belə deyək də 1 mol xlor 2 orada alınıb. Axı, yox, daha doğrusu 4 moldan. Onda 0,2 mol xlor 2 alınanda nə qədər orada H xlor oksidləşib? X qoyaq. Baxın, buradan da x-i tapsaq, 0,2 bərabər 0,4-ə vursaq 0,8 eləyəcək. Cavab 0,8-dir. Yəni bunu burada tapmışıq. Bax, 0,8. Yəni burada reaksiyada götürülmüş 0,2 mol maddəyə görə uyğun belə tənasüb quranda reaksiyada götürülmüş turşunun 0,8 molu belə deyək də yarısı əslində keçir burada xlorun tərkibi oksidləşir, yarısı daha doğrusu reduksiya olunur. Onda bu 0,8 əgər götürmüş, biz bunu gəlin yarı-yarıya götürək də onda. 0,4-ün yarısını götürək. Sonra etilenlə X qazının reaksiya tənliyini yazın. X qazı bildik ki, budur da xlor 2 də yazdıq, biz əmsallaşdırdıq. Sonra alınmış üzvü birləşməyə kalium H-ın spirtdə məhlulu təsir etdikdə. Uşaqlar, alınmış üzvü maddədə biz burada yazdıq da bunu yazaq. Karbon H2 alınan üzvü maddəmizin baxın formulu karbon H2, karbon H2 xlor üzərinəcə kalium H-ın yenə spirtdə məhlulu. Burada alınır. Yine kalium kloridi götürəcək. Oradan mütləq keçici asetlini. Üst qat rabitə karbon H. Üzərinəcə burada da mütləq 2 mol götürülür. Üzərinəcə kalium klorid. Üzərinə də 2 mol su. Burada da 2 alınır. Deməli, alınan yazdı kalium spirtdə məhlul təsir etdikcə baş verən reaksiyanı yazdıq. Alınan üzvü birləşmədə hibrid orbitalları ümumi orbitalları neçə faizini təşkil edir? Alınan birləşdirməmiz asetilində uşaqlar baxın. Burada deməli sp2-dir də deməli hibrid vəziyyəti, sp-dir daha doğrusu sp-dir. sp-dir. Burada baxın 4 dənə hibrid belə deyək də 4 dənə hibrid orbitalı var. 4 dənə hibrid orbitalı ümumi orbitalları neçə faizini təşkil edir? Baxın, burada yaranan bu 2 hibridlər var uşaqlar. Baxın, p orbitalının yaranması zamanı biz deyirik ki, yandan qapanma zamanı yaranır axı p orbitallar. 4 dənə burada qeyri hibridimiz var da. Bütün deməli ümumi orbitalları sayını saysaq, deməli 4'ü buradan belə deyək də 2 dənə də hidrogen atomu neçə elədi? 6 belə deyək. Cəmi karbonun da əslində hibrid, qeyri-hibrid ümumi orbitalı var. Onu götürək, onu 100 götürək.
Çünki karbonunda rabitədə iştirak etməyən hibrid orbitalları var. Onu 100% götürək. Hibrid orbitalların sayında 4 dənə daxı sp toplamı x% götürək. Buradan da x bərabərdir. 400-ü də 10-a bölsək 40% olduğunu taparıq. Yəni alınan üzvü birləşmə hibrid orbitallar ümumi orbitalların belə deyək də 40%-ni təşkil etdi. Sonra bir də baxaq 4, 4, 8, 2. Sonra sualımız qalmadı. Suallarımıza baxaq. Sağ olun uşaqlar, diqqətiniz üçün. Əgər izahımı bəyəndirsə, kanalıma abunə olmağı, bəyənməyi, paylaşmağı da unutmayın. Növbəti sınıfda görüşərik inşallah.